xəbər? Həzrət Əli soruşdu, nə xəbər? Tez özünüzü çatdırmasınız ya Əmir əl-Möminin. Həzrət Zəhranı həyatda görməyəcəksiniz. Daxil oldu evə və əmmaməsinin başından çıxartdı, əbasının çiynindən atdı. Gördü, Həzrət Fatimə yerdə ağrıdan elə qovrulur. O halda gördü Həzrət Zəhra. Çağırdı ya Zəhra. Cavab gəlmədi, danışmadı. Yalvarır, kəllimini, danışmayın Zəhra. Mən heç kəsin deyəcən yalvarmamışam. Nə olar son nəfəsində danışmayın. Deyir, gözlərini açdı bu söz eşidəndə xanım. Gözləri bir-birinə sataşanda ikisi də ağladı. La xeyrə bə'dəki fil həyat. Fatimə, getdin, amma bil ki, səndən sonra da yaşamağın mənası yoxdur.